biz dindarların dinsizliği qədər təhlükəlisində yox. Yalançılıq, saxtakarlıq, riyakarlıq, ikiyüzlülük, min cür şey və dindarlıq. İğrənirəm mən şəxsən. Adamlar da iğrənir. Mən demirəm, məsum olsun. Günah eləmək başqa, saxtakarlıq, riyakarlıq başqa. Qeyri-səmimi olmaq başqa. Allah Quranda fəryad eləmir. Ya eyyuhəllədinə amenu, aminu. Ey iman gətirənlər, iman gətirin. Allahın fəryadıdır. Ələm ya'ni lillədinə amenu ən təxşə'a qulubuhum li zikrillah. Vaxtı çatmadımı? Çox təsirli ayədir. Vaxtı çatmadımı iman gətirənlərin qəlbi Allah zikri ilə titrəsin? Zamanı çatmadı. Nə vaxta qədər? Nə vaxta qədər? Nə vaxta qədər qanun yüklənəcək cəmiyyəti islah eləmək üçün? Bəs sən haradaydın? Allah qiyamətdə soruşmaz. Sən bu cəmiyyətdəki hallara görə məsuliyyət daşımırdın. Birbaşa sən məsul idin. Nikah müqavilələri böyüdükcə, bəndləri, şərtləri böyüdükcə boşanmalar da çoxalır. Qanun həll eləyə bilmir. İnsanı qanun düzəltməz. Qanun zərurətdən doğur, məcburiyyətdən. Qanun insanı düzəltməz. Sən mən günahkarıq hər şeyə.